Əziz və sevimli dostlarımız, bir daha sizin hər birinizi salamlayıram. Axı demişdim, sizi çox istedadlı bir uşaqla tanış eləyəcəm. Dostumuz ingilis dilini bilir. Dostumuz müxtəlif gimnastik hərəkətlər yerinə yetirə bilir. Sürətli hesablaya bilir. Çox gözəl şeir demə qabiliyyəti var. Xəritədə müxtəlif ölkələri, şəhərləri göstərə bilir. Bütün bu istedadı, bu bacarığı özündə toplayıb Şənay qızımız. Şənay, xoş gəlmisən. Çox sağ ol. Dostum, bax bu qədər istedadı, bacarığı özündə birləşdirirsən, hə? Bu barədə nə danışa bilərsən dostlarına, nə deyə bilərsən öz bacarığın haqqında, istedadın haqqında? Necə oldu ki, yəni 6 yaşlı bir uşaq bu qədər istedadı özündə birləşdirə bilir? Bir axşam anama dedim ki, məndən riyaziyyat soruşun davada. Birdən dedilər ki, 4-lük, mən dedim yox, 3-lük dedim yox. Sonra dedim ki, mənə 35-lik belə verir. Onlar da verdi, mənə də həvəs düşdü, ona görə də həmişə hesablaya bilirəm. Aha, yəni sürətli hesablaya bilirsən, eləmi? Çox maraqlıdır. Mən deyim də, adətən məktəbdə uşaqlar, bax sənin kimi uşaqlar riyaziyyat fənnindən çəkinirlər. Məndə də elə idi. Orta məktəbdə riyaziyyat fənnini o qədər də çox sevməzdim, çünki hesabla aram o qədər də yaxşı deyildi. Amma səndə belə deyildi. Riyaziyyatı çox sevirsən, rəqəmləri çox sevirsən, hesablamanı çox sevirsən, hə? Necə olur ki, bax sən sürətli hesablaya bilirsən? Bunun hər hansısa bir dostum sirri varmı? Diqqətimi, fikrimi toplayıram bir yana, ona görə də tez hesablayıram. Aha, bəlkə deyirəm dostum bunu yoxlayaq. Nə deyirsən? Olar. Əziz uşaqlar, əgər sizə də bu maraqlıdırsa, əminəm ki, çox maraqlıdır. O zaman diqqətiniz bizdə olsun. İndi biz əyani şahidi olacağıq ki, 6 yaşlı dostumuz Şənay necə olur ki, riyazi hesablamaları belə sürətlə yerinə yetirir. Başlayaq mı dostum? Hazırsanmı? Başlayaq o zaman. 9, üstə gəl 9, üstə gəl 5, üstə gəl 2, çıx 3, çıx 10, üstə gəl 5, üstə gəl 5, üstə gəl 2, çıx 2, çıx 10, bərabərdir? Bərabərdir 12. Yoxlayaq mı? Afərin. 5, üstə gəl 5, üstə gəl 2, üstə gəl 2, üstə gəl 5, çıx 4, çıx 4, üstə gəl 5, üstə gəl 10, çıx 2, çıx 2, üstə gəl 5, üstə gəl 5, üstə gəl 5, çıx 2, çıx 2, üstə gəl 10. Bərabərdir? 43. Afərin, dostumuzu alqışlayırıq. Mənim üçün çox maraqlı gəldi. Gəl birini də verim sənə. Olarmı? 9, üstə gəl 9, üstə gəl 6, çıx 5, çıx 5, üstə gəl 2, üstə gəl 3, üstə gəl 2. Bərabərdir? Bərabərdir 21. Görəyimmi, baxaq mı? Baxın, görün əziz dostlar, 21. Afərin, afərin, dostumuzu biz alqışlayırıq. Çox maraqlı gəldi dostum mənə. Sən fikrini bir yerə toplayırsan, bir yerə cəmləyirsən, belə alınır, eləmi? Yəni, sən beynin yorulmur ki bundan? Mən dostlarıma məsləhət görərdim ki, ardıcıl misalları həmişə eləsinlər, onda da savadlı olacaqlar, bilikli olacaqlar, riyaziyyatdan çəkinməyəcəklər sonra da. Aha, yəni Şənay, riyaziyyatdan çəkinmək lazım deyil. Nurarə bacı, indi mən dostlarıma şeir demək istəyərəm. Yəni sən dostların üçün şeir də hazırlamısan. Hansı şeiri deyəcəksən dostum? Dil açanda ilk dəfə. Buyur, eşidirik. Dil açanda ilk dəfə ana söyləyirik biz. Ana dil adlanır bizim ilk dərsliyimiz. İlk mahnımız laylanı anamız öz südü ilə içirir ruhumuza bu dildə gilə-gilə. Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır. Bu dil bir-birimizlə əhd-i peymanımızdır. Bu dil tanıtmış bizə bu dünyada hər şeyi. Bu dil əcdadımızın bizə miras verdiyi qiymətli xəzinədir. Onu gözlərimiz tək qoruyub nəsillər, biz də hədiyyə verək. Səndə neçə min illik mənim mədəniyyət
dövlətim, şan şöhrətim saxlanılır. Mənim adım sanımsan, namusum vicdanımsan. Ey öz doğma dilində danışmağı ar bilən fasonladabazlar. Oxşamır ruhumuzu qoşmalar telli sazlar. Bunlar qoy mənim olsun, ancaq vətən çörəyi sizlərə bənim olsun. Afərin, dostum, alqışlayıram səni. Bu hərəkətləri, jestləri kimi öyrədib sənə? Yəni, hardan görüb götürmüsən ki, şeiri bax, belə demək lazımdır? Anamdan öyrənmişəm. Anan öyrədibmi? Əziz dostlarımız, Şənay qızımızın istedadı təkcə bununla bitmir. Bax, gördüyünüz bu xəritədəki materikləri, okeanları, ölkələri tapa bilir. Gəlin bir bunu da yoxlayaq. Dostum, hazırsanmı? Öncə sən bizə de görək ki, neçə materik var və onları sadala. 6 materik var. Şimali Amerika, Cənubi Amerika, Avstraliya, Avrasiya, Afrika, Antarktida. Afərin. Bəs neçə okean var və okeanları sadala? Şimali buzlu okean, sakit okean, Atlantik okeanı, Hind okeanı. Sən deyə bilərsənmi ki, bax, bizim ölkəmiz Azərbaycan harda yerləşir? Göstərə bilərsən onu xəritədə? Aha, Xəzər dənizi. Aha, bəs Türkiyə bizə qonşu olan dövlət. Aha, bəs Rusiya. Bəs türk dilli dövlət hansılardır? Sən onları göstərə bilərsənmi? Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, bizdə Qırğızstan. Meksikanı göstərə bilərsənmi? Bəli. Aha. Dostum, bəs Kanada harda yerləşir? Bura. Aha, bəs Qrinlandiya? Ukrayna? Mən bildiyimə görə sən ingilis dilində də sözlər bilirsən, cümlələr qura bilirsən, eləmi? Yaşının az olmasına baxmayaraq dostumuz ingilis dilində də çox yaxşı bilir. Şənay dostum, sən bizə dostlarına ingilis dilində hansı sözləri deyə bilərsən? Bildiyin sözlər hansılardır? Mən orqanları indi onlara öyrətəcəm. Yəni, bəzi bədən üzvləri ingilis dilində necə adlanırsa, bunu öyrədəcəksən. Lüğət dəftərlərini indicə çıxartsınlar. Əziz uşaqlar, bax, eşidirsinizmi ki, Şənay nə deyir? Lüğət dəftərinizi götürürsünüz, qələminizi götürürsünüz və Şənay birazdan sizə bədən üzvləri ingilis dilində necə adlanırsa, bax, bunu öyrədəcək, onları qeyd edirsiniz. Başlayaq mı dostum? Buyur, başla. Göz aydın, burun nəvsdir, dil təngdir, dodaq lipdir, qulaq yerdir, saç hiyərdir, sonra ayaq legdir, ayaq pəncəsi fuddur, daban hildir, əl hənddir, barmaqlar fingədir, sonra göz aydın, kiprik ailəşdir, dişlər tuzdur, sonra qaş eyebrowndur, kiprik isə ailəşdir, yanaq çikdir, sonra boyun nədir dostum? Boyun neqdir, qol arındır, kürək bəqdir, çiyin şöldədir, sonra bəs dirsəyimiz necə adlanır? Əbul. Şənay qızımızın istedadı bununla bitmir. O sizin üçün bir çox gimnastik hərəkətləri də göstərəcək. Dostlarıma gimnastik hərəkətlər göstərim. Uşaqlar, siz izləmək istəyirsiniz. Həcər, sənin üçün maraqlıdır, izləmək istəyirsən. Əziz dostlarımız, əgər sizə də maraqlıdırsa, siz də izləmək istəyirsinizsə, diqqətiniz efrimizdə olsun. Şənay qızımız hazırda sizin üçün bəzi gimnastik hərəkətləri göstərəcək. Mən birinci şpaqat atacağım. Afərin. Dostlar, gəlin alqışlayaq dostumuzu. Afərin. İkinci hərəkətim isə körpü olacaq. Afərin, afərin. Mən dostlarıma bir dənə də sürpriz eləmişəm. O da rəqs olacaq. Olar bunun üçün mən gedib geyimi dəyişim. Buyur dostum. Həcər dostum, sən bağçaya gedirsən? Bəli. Bağçada nə öyrədirlər sənə? Vətən haqqı. Sən deyə bilərsənmi ki, Azərbaycanın paytaxtı haradır? Bakı şəhəri. Aha, bəs bayrağımızda neçə rəng var, hansı rənglərdir? Bayrağımızda 3 rəng var. Göy, qırmızı, yaşıl. Qırmızı üstündə aypara və ulduz var.
Şənay qızımız da artıq hazırdır. Geyimini dəyişdi. Gəl yanımıza gəl. Gəl bura. Nə qəşəng görünürsən. Sən hansı rəqs oynayacaqsan? Tərəkəmə rəqsi. Banu dostum, bəyəndin sən bizi? Xoşladın buranı? Hə. Həcər qızımız. Sənə də təşəkkür edirik gəldiyinə görə. Mən öz dostlarımla sağollaşıram. Əziz dostlarımız, artıq proqramımız yekunlaşır. Sonda istedadlı, bacarıqlı dostumuz Şənay qızımız sizin üçün rəqs eləyəcək.